Salam. Qısa məzmunlu video çəkib paylaşmaq istədim. Bu məni çox narahat edir və çox qıcıqlandırır. Deməli, bəzi dindar xanımlar, başbağlı xanımlar və bəzi özlərinə mömin deyənlər toyda haram məclisdə rəqs eləyirlər, atlanıb düşürlər. Hələ bunlar Kərbalayıdırlar, hələ bunlar Məşədidirlər, hələ bunlar Nəmhacıdırlar. Və sonra da gəlib İmam Hüseyndən danışırlar, Əhl-i Beytdən danışırlar, nə bilim Kərbala haqqında danışırlar. Sizin nə ixtiyarınız var? Siz özünüzə nə hesab edirsiniz? Siz gedin o birinci o haram məclisdə seçdiyiniz videonu sosial şəbəkələrdə silin, paylaşmayın. Ondan sonra gəlib dindarlıqdan danışarsınız. Bugünkü gündə çox əfsus olsun ki, toya gedirsən, haram məclisə gedirsən, haram məclisə iştirak edirsən, özünü çəkib paylaşırsan ki, mən də rəqs eləyə bilirəm. Çıx bu dindarlıqdan. Neysə elə. Siz niyə dində ola dini zərbə vurursunuz? Dində ola dini belə deyə ləkə vurursunuz dini. Nədir axı bu problem? Yəni görürsən ki, toyda rəqs edir, deyirsən ki, mənim öz işimdir, özüm biləm. Necə yəni sənin öz işindir? Sən mənim öz ixtiyarındasan, sənə bu ixtiyarı kim verib? Dinin adından danışırsan, dinin adına söhbət eləyirsən, toyda rəqs eləyirsən, toyda atlanıb düşürsən, sonra gəlib İmam Hüseynə danışdı, Əhl-i Beytə danışdı. Və cəmaat da bunlara baxır, Deyir, hada bu da Kərbalayıdır, bu da Hacıdır, bu da nə bilim Məşədidir, bu da nə bilim böyük ziyarətlərə gedən bir insandır. Baxıb bunlardan deyir ki, hələ belə dindar olmaqdansa heç dindar olmamaq daha yaxşıdır. Siz insanlara nümunə olmalısınız. İnsanlar sizdən ibrət almalıdırlar. İnsanlar sizdən ibrət götürməlidir. Mən də ki, filan kəs Kərbalaya bax, gözəl insandır. Filan kəs Məşədiyə bax, xeyriyyatçı ilə məşğul oldu. Filan kəs nə bilim Hacıya bax, harama getmə, haram qulaq asmır. Elə üzr istəyirəm ifadəmə görə mən bunu dönə-dönə deməliyəm. Hacılar görmüşəm ki, toy məclislərində, məxsusən də necə sizə izah edim, stol altı araq ötürüblər. Elə hacılarda da var. Onlar hacı yox, onlar sadəcə olaraq ziyarəti mahiyyəti anlamamış insanlardır. İstər Məşədi ol, istər Kərbalaya ol, istər Hacı ol. Quran-ı Kərimdə bir dənə ayə var. İnnəmə əkramukum indallah atqakum. Allahın yanında ən təqvalı, ən gözəlləriniz, ən yaxşılarınız təqvalarınız və salam. Əgər insan nümunə götürmək istəyirsə, həmişə demişəm, baxsın Həzrət Əli əleyhissalama, baxsın Əhl-i Beytə, baxsın İmam Hüseynə, baxsın nə bilim hər hansı bir Əhl-i Beyti üzvünə, ondan ibrət götürsün. Bu insanlardan ibrət götürmək lazım deyil. Hamımız günahkarıq, hamımız günahı var. Əfsus olsun ki, bunu sosial şəbəkələrdə paylaşırlar və bəzi belə deyək də Əhl-i Beyt düşmənləri bizə irad edir ki, bu da sizin Kərbalaylarınız, bu da sizin Məşədləriniz. Niyə yaxşılara baxmırlar? Çünki onlara o sərf eləyir. Ona görə ki, çalışın ki, belə insanlara əhəmiyyət verməyin. Bu qədər.